Dedim, siz ne danışırsınız? O hiçbir kitapta yazılmayıb. Ben onu hardan bilə bilərəm? Buna bu dedi ki, buna dedi ki, siz xahiş edirəm, Əhməd müəllim, buna 1-3 yazarsan. 3 yazarsan, mən biraz zad oldum, bu 40 bilet var. Bileti belə yıxışırdım da qabağıma. 40 biletin 40'ına da cavab veririm. Siz mənə göstərin, heç bir kitabda yazılmıyıb Lenin Hasi Həkim müalicədir. Mən bilmirəm. Öz də təsəvvür edin, Əhməd müəllimlə, bizim tarix müəllimlə o qədər yaxın idilər Həsən Cəfərli. Heç kəs ona söz deyə bilmirdi, Əhməd müəllim deyə bilirdi. Təsəvvür edin, qardaş kimi idilər insanlar. Deməli, gəldilər, söhbət elə oldu ki, 3 yazdığında dedim, siz nə darsınız? Onda Əhməd müəllim dedi, buna 3 yazsam, sənin oğluna 1 yazacağım. Bir qiyməti yoxdur ki, onun oğlu da oxuyurdu indi, orta məktəbdə. Deyəndə bunlar tutaşdılar. Həqiqi də əməlli başda əlbəyaxı olurlar. Bu komissiyanın birinin üzvü çıxartdı ki, gedin o yanda danış. Bunlar çıxdılar kölə, haraya getdilər bilmirəm. Nə oldu? Nağıl danışıram, sən bağışlı insan Allah. Mənim formalaşmağımı deyirəm, nə tər mən formalaşmışam. Çıxdılar kölə 1 saat 10 dəqiqədən sonra Əhməd müəllim gəldi. Sən neçə verirsən? O vaxtda hər kəs adamı yazırdı, qabağına qol çəkirdi, neçə qiymət. Üçü də dedi 5 verirəm. Mənə 5 verdilər, çıxdım. Dedim, ey dili qafil, bunlar qardaş kimidirlər. Öz-özünə hesabat verirsən də ki, bu adamla ən yaxın dost olur. Bir Cocuq Rəşiddən ötürü bunlar düşmən olurlar. Fikir verin ha. Cocuq Rəşid deyilmiş sən demənin. Ədalət üçün, həqiqət üçün, düzgünlük üçün bunlar mübarizə aparırlar. Mən gəldim dedim ki, bir daha sən Rəşid yalan danışsan, sənə lənət olsun. Sən həqiqəti deməlisən, düzünü deməlisən, ölənə qədər də belə getməlisən. Haqqı deməlisən. Və mənim formalaşmağımın səbəbi, bax, orta məktəb müəllim. Yəni, bunu niyə misal çəkirəm mən? Yəni, orta məktəbdən həqiqəti öyrətmək, düzgünlüyü öyrətmək, valideynlər bunun üstündə çalışmalıdır. Millət bütövlükdə bunun üstündə çalışıb formalaşmalı və inkişaf eləməlidir. Başqa çarə yoxdur. Bilirsən, yalanla sevirik. Bax, Sevil xanım, həqiqət söyləyirəm. Filan kəsin qızıdır, biraz varlıdır, maşınızdadır. Yalanla sevirik, yalanla evlənirik, yalanla cəmiyyət qururuq, yalanla nə bilirik, axırımız da bu olur. Belə olmur axı bu. Belə düzgün işlər deyil, bunların hamısı doğruya doğru getməlidir, düzgün olmalıdır. Yəni, məni üzr istəyirəm, çox uzatdım bunu. Yəni, misal çəkdim ki, bu. Yəni, kiçik yaşlarından insanlar, açıq deyirəm, elə bir bu millətin qanında bir yalançılıq var. Mənim bir rəhmətli böyük qardaşım vardı, yalan danışırdı atam-anama. Atam-anam ona inanırdı, mən düz danışırdım, bana inanmırdı. And olsun Allaha. Atam-anam məni bəyəm istəyirlər axı. Mən belə başa düşürəm ki, siz bugün bəzi müəllimlərimizi görəndə əziyyət çəkirsiniz, vicdan əzabı çəkirsiniz. Nələr görürsünüz bugün bizim məktəblərimizi, təhsil ocaqlarımızı? Yəni o müəllim, böyük M hərfinə yazılmalı olan sözün daşıyıcılarını. Bilirsiniz, inanın deyirəm, müəllim prezidentdən tutmuş adi, hamı orta məktəbi oxuyurlar. Hər bir oxuyan adam müəllimi çox istəməlidir və onun qədrini bilməlidir. Hərçənd ki, bizim ölkəmizdə müəllimə və həkimə çox aşağı maaş verirlər. Mən o günləri televizorda çıxış elədim, bir neçə bundan qabaq Edir TV-də. Mən prezidentdən xahiş elədim, təvəqqə elədim, müəllimlərimizin, həkimlərimizin maaşı çox aşağıdır.